Tam təmir. Tam təmir ha. Tam təmir. Qapının ağzına asfalt, yer tamir, 6 qaraj, 30-35 min. 30-35 min. Böyle bir şey var. 30-35 minə sizə mükəmməlliyin dibini göstərirəm. Yəni tam ideal təmir. Başqa yerdə kimi deyil. Gəl mənə pulumu ver, mən sənin üçün təmir eləyim, mən sənin üçün nəsə eləyim. Yəni elə bir şey qəti və qəti şəkildə yoxdur. Behri qoydun, ev təmir olundu, girdin, yaşadın. Hamını salamlayıram, xanımlar və cənablar. Bax, 6 qaraj. Buna bax. Buna bax. Kondur xəttlərinə bax. Elə bir hörmüçək torudur. Buna bax. Bax, əslində bu 3 otaq deyil. Əslində bu 4 otaqdır. Necə? Bura qaraj. Burada bir dənə səliqəli koridor. Koridor uzundur, hə? Burada bir dənə nə hissə elə? Ondan. Səliqə səhman. Gəlin gedən evin içində göstərdim. Bunlar hamısı təmir olmadı. Aşağı yox. Aşağı qaraja qədər tamir. Ora kafel vurulacaq. Yəni ideal vəziyyətdə təmir olunub veriləcək. Bugünkü gündə 32 ödənişlə belə bir ev yoxdur. Bu bir reallıqdır. Aboyların rəng seçimi hamısı bizdeydi. Hər şey bizdeydi. Bura haradır? Demirəm haradır. Alana, nəqd alana, nəqd alana. Mətbəx mebeli məndən hədiyyə. İlini bu evə, başqa evlərə yox. Ha, gözədir maş. Maş deyəcəm. Burada isə bir dənə böyük kvadrat mətbəx. Harca ev 90 kvadrat. Burada bir dənə yataq otağımız. Səliqə, səhman. Ablam burada qoşadaşdır ya. Evlər 4 tərəfli qoşadır. Bax deyim biləsiniz. 4 tərəfli qoşadır. Burada sanuz evimiz. Aksiyonlar alana hədiyyə. Burada bir dənə yataq otağımıza baxın. Burada da yataq otağı. Burada da bir dənə barımızdır bizim səliqəli, böyük kvadrat zalımız. Baxın, 4 dənə evdir. Biri 4 otaq, 3'ü 3 otaq. Qoşadaş, tam təmir. 30 və 35 min işi dənişlər. Ümumi qiymətdə bal. 3 otaqlılar 60, 4 otaqlılar 65. Nəqdər var ha? 55 min. Sağ olun, var.